بیته الطیبین الطاهرین المعصومین المکرمین سیما بقیت الله فی الارضین ارواحنا له الفدا. اعوذ بالله من الشیطان الرجیم. رب اشرح لی صدری و یسر لی امری واحلل عقدة من لسانی یفقهوا قولی. اللهم انطقنا بالهدى و الهمنا التقوى. Qabaqçı günlər bu məsələ deyildi. Ramazan ayında əgər insan bir səfərə gedə ki, yaxın səfərdəyik, namazları qəsr olacaq, 4 rəkətli namazları 2 rəkət olacaq, bu adam oruç tutanmaz. Amma onun dalısından bu məsələlərdə dedik. Əgər səfərin əvvəlində, o başlayanda vətənindən ki çıxır, günorta əzanından sonra çıxsa, orucu düzdür, o günün orucu düzdür. Amma əgər günortadan qabaq çıxsa və gedədən də bu səfərə qəsdi var idi gecədən, onda o günün orucu batildir, olmaz. Əgər günortadan qabaq çıxsa, gedədən də qəsdi var idi, o günün orucu batildir. Müntaha deyildi ki, də evində Sübhanə yeyənməz, bunu dünən müfəssəl dedik, ya çox açıqladıq, tozih verdik. Necə ki, bir adam istəyir getsin müsafirətə, da evində də başlayıb elə şikəst namazların qəsdi qılmaz ki, gərək o həddi tərəxxüsdən çıxa, onu da dedik nə mənədir. Amma əgər bir adamın gecədən, yəni onu kamil eləyim, həddi tərəxxüsdən çıxandan sonra bir zat yeyə bilər. Həddi tərəxxüsdən nə mənədir? Dünən deyildi. Amma əgər bir adam səhər durub, oruçluğun günüdür, gecədən niyyəti yoxudur. Bir problem gəlib, bir lazım iş olub, gərək bir səfərə gedə. Əgər günortadan qabaq getsə bu adam, çün gecədən niyyəti yoxudur, bu o günün orucun tutacaq, yeməyəcək, batil deyir. Amma sonra da qəzasını eləyəcək. O günün orucunu tutacaq, sonra da qəzasını eləyəcək. Keçən günlərdə Qur'ana raci, Qur'anın sifətlərin, Qur'anın özündə, əlbəttə bir miqdarı Qur'anın sifətlərindən, Qur'anın özündə nə gəlib bəyan olundu. Yəni Allah özü öz Qur'anın nə cür tanıtdırır. Və çatdıq bu mətləbə ki, Nəhcül Bəlağədə Əmirəl-Müminin əleyhissalam Qur'anı bizə nə cür tanıtdırır. Neçə cümlə oxuduq. İndi xutbəyə 176-cı xutbədə bu cümlələr baz Əmirəl-Müminin əleyhissalamdandır. Qur'anın haqqında buyurur və aləmu ənə hədəl Qur'an huvən nasihulləzi la yəğuş. Qur'an bir nəsihət eləyəndir, bir adamın xeyrini istəyəndir ki, insana qəş eləməz, yəni insanı tovlamaz, insana asıb vurmaz. Bəzi ayrı adamlar deyər, mən sənin xeyrini istəyənəm, aman vaqiədə adamın xeyrini istəməz. Adamın xeyrini istəməz. Amma Quran adama nasihdir, bir xeyrxahdır ki, bunun xeyrində heç zərər ziyan yoxdur, heç tovlamaqlıq,
allatmaqlıq yoxdur. Düzdür. Vəl hadillezî la yuzil. Kur'an bir hidayet eləyəndi ki, o adamları ki, o insanları ki, Kur'an'dan hidayet olurlar və Kur'an onları hidayet edir. Kur'an'ın da hidayetində də qumrah eləmək yoxdur, əyri yol göstərmək yoxdur, əyri yol aparmaq yoxdur. Kur'an məhz hidayətdir, bütün hidayətdir, bütün hidayətdir. Vəl muhaddisulləzi la yeksib. Kur'an bir danışandır ki, heç vaxt yalan deməz. Əbədən Qur'anda yalan yoxdur. Nə mənədir? Həqiqətdir, haqqdır, düzlükdür, sidqidir. Və mə cələsə hazəl Qur'an əhədun illə qavmə anhu biziyadətin o nüqsan. Bir adam bu Qur'anla oturmaz, əyləşməz, məgər bu ki, Qur'an ona bir zat artırar və bir zatlar da ondan əskildər. Bir zatlar verər və bir zatların alar. Onlar nədir? Ziyadətin fi hudən. Bir adam ki, Qur'anla mənus ola, Qur'an tilavəti ilə, gecə gündüzü Qur'anla məşğul ola, bir cür olmuyor ki, Qur'an fəqət Mah Ramazanda gətirər şayət. Mah Ramazanda atıla. Qur'an bizim həyat, həm bu həyat, həm ahirət həyatının səadət kitabıdır. Gərək həmişə Qur'anla mənus olaq. Nuqsanu ziyadətin fi hudən. Hidayətin artırar. Hər kim Qur'anla ünsü ola, Qur'an oxuya, Qur'ana təvəccüh eləyə, Qur'anla mənus eləyə, Qur'an onun hidayətini artırar. O nüqsanin min əməl. Ya onu körlükdən, görməməzlikdən, əyriliklərdən, bəsirətçiliklərdən, o bibəsirət olmaqlıqlardan azaldır. Gözün açar. O qəlbinin gözün açar, həqaiqi göstərər ona. Da o kör olmaz həqaiqi görməkdən. Bəsirətini artırar, hidayətini artırar, körlüğün, bibəsirətliğin, görməməzliğin əskildər. Elmin artırar, cəhlin əskildər. Və ələmu ənəhu leysə ələ əhədin bə'də hədəl Qur'an min faq. Bir adamın da Qur'an olsa niyazı yoxdur, bada ehtiyacı yoxdur. Xub, müntah Qur'anın müfəssirdə var ha. Ayat Qur'anda var ki, biz Peygamber Qur'an'ı sana gönderdik. لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ. Əgər iştibah oxumayam ayəni budur. Qur'anın əvvəl bəyan eləyəni, əvvəl müfəssiri nəfs-i nəfis Resul-i Girami İslam'dır. Qur'an bidun təfsiri Peygamber İslam, bidun bəyanı Peygamber İslam لِتُبَيِّنَ. Sən bəyan eləyəcəksən. Sən bəyan eləyəcəksən. Yəni Qur'an ola, Peygamberin və əhl-i beytin bəyanı ilə də adamın heç də ehtiyacı yoxdur. Və ələmu ənəhu leysə ələ əhədin bə'dəl Qur'an min faqə. Da niyaz olmaz. Bir adam Qur'an olsa, Peygamber və əhl-i beyt bəyanı ilə də ayrıca da ehtiyacı yoxdur. Və la li əhədin qəbləl Qur'an min ғənən. Qur'ansız da adam heç qənidər, bütün ehtiyacdır. Yani her ne ola, bütün mekatib ola, bütün ilmler ola, bütün sözler ola, bütün danışıklar ola, bütün alimler ola. Ama biduni Kur'an bütün ihtiyaçtır, niyazdır. Bəşərin niyazları, ihtiyaçları bertaraf olmaz. Problemleri bertaraf olmaz. Feşfa'u min advaikum. Mərazlarınızı, xəstəliklərinizi Qur'anla dərman eləyin. وَاسْتَعِينُوا بِهِ عَلَى لَأْوَائِكُمْ. Qur'anla çətinliklərinizə köməklik alın Qur'anla. Çətinliklərinizin həllin, ailənizdə bir problem var. Qur'ana rücu eləsə adam, Qur'anla mənus olsa o problemləri həll olar.
Camiamızda var, məmləkətimizdə problemlər var. Qur'an həll eləyəndir. Əgər bir camiədə Qur'an hakim olsa, Qur'an hökumət olsa, o camiənin həll olmayan problemi olmaz. Kuffara niyaz olmaz. Müsəlmanların, müşriklərin, kafirlər həll eləməz. Lən tərza ənkəl yəhud və nəsara hətta təttəbə millətəhu. Müsəlmanların problemlərin, ümmət-i İslamının problemlərin Qur'an həll eləyəcək. Nə ayrılar? Ayrılar bizim problemlərimizi çoxaldırlar. Yəhud bu ayə Qur'andır. Yəhud və nəsara səndən razı olmazlar ta sən onların donuna düşəsən. Onlar deyənə baxasan, onlar deyən yolu gedəsən, onların sözlərin, dinlərin qəbul eləyəsən. Xob. Fəinnəhu fiyhi şifəun min əkbərid-da. Qur'an yapıb böyük dərdlərin dərmanıdır, şifasıdır. Və huvəl kufru və nifaqu vəl qayyu və zəlal. Əmirən mömin bir insanın o böyük dərdləri bilirsən nə mənədir? İmansızlıqdır, küfrüdür, nifaqdır, nəuzu billah minən nifaq və şiqaq. Allah pənah aparır. Zahirimizdə İslami ola və batinimiz Xuday nəkərdə İslami və mümin olmaya Allah pənah aparır. Qur'an şifadır və dərmandır böyük dərdlərdən. O da ibarətdir, o böyük dərdlər küfrüdən, nifaqdan, cümrahlıqdan, ayrılıqdan. Bir cümlədə haman xutbədə ərz edeyim. Buyurur ki, və innəllâhə ləm yəiz əhədən bimithli hādəl Qur'an. Allah bir kəsə mauizə eləməyib, bu Qur'anın tayı mauizə ola. Yəni Allahın Qur'anda olan mauzələri yuxarı mauzələr daha. Yuxarı xutbələrdir. Allah mauzə eləmir. Bir adama Qur'anda mauzə eləyən təkin, Qur'anda hidayət eləyən təkin. Fiyhi rabiul qalb. Qur'andadır qəlblərin və ürəklərin bahari olmağı. Bahar olmağı, nə bahari olmağı? Dünən də dedik, ürək nə cür bahar olar? Dünən dedik. İndi bahar gəlir bala-bala da, həyat gəlir yerin üzünə, ağaçlara, gör-gövərəntiyə, güllərə. İnsanın da qəlbi Qur'anına mənus olsa, qəlbinə öcür həyat-ı mənəvi gələr, həyat-ı ilahi gələr, nuraniyyət gələr, paslar gedər, günahların çihləri, pəlliqlıqları, pərdələri gedər. Fiyhi rabiul qalb və yanabiul ilm. Elmi çeşmələri Qur'andadır. Və ma lil qalbi cilaun gayruh. Qəlbin cilası yoxdur. Qəlbin pasın, zəngarın aradan aparan yoxdur məgər Qur'an. Qəlbi parlandıran Qur'andır. Qur'an ayələridir. Allah, mən bir cümlədə İmam-ı Sadiq, İmam Zeynul Abidin aleyhisselam'ı oxuyum, əraizim tamam. İmam Zeynul Abidin aleyhisselam buyurur, Lovmata, o ki əmirən müminin buldu, Qur'ansız bütün ehtiyacıq və Qur'an olsa heç ehtiyacımız yoxdur. İmam Səccad da baxın bu gözəl buyurur. Lovmata mən beynəl məşriq vəl məğrib. Əgər bütün aləm, məşriq ilə məğribin aləmində arasında olanlar ölələ, ləmməstəvhəştü bə'də ən yəkunəl Qur'an mə'iyyə. Da Qur'an məndən olsa heç vəhşət eləmərəm. Heç vəhşət eləmərəm. Yəni Qur'an olsa hər nəyim vardı və hər nəyimiz vardı. Və əgər ailəmizdə, özümüzün nəfsimizdə, camiəmizdə, məmləkətimizdə Qur'an olmasa heç nəyimiz yoxdur. Pərverdigara, barilaha bizi Qur'anıvla, bu əzəm muizəvlə, bu nurani sözlərlə və kəlmələrlə bizi biştər aşina və mənus elə. Xudaya bizi Qur'ana əməl eləməklığa tövfiq ver. Qur'anla qəlblərimizi nurani elə. Pərverdigara bağışlanmaq aydı, bu ayda bütün əhli iman və bizlərin də günahlarımızı bağışla.
Akıbətimizi xətmi bi xeyr elə. Şühədamıza, şühədai müqavimət, şühəda Sədr İslamdan bu günə kimin aləmin hər yerində şühədai əhli iman, üləma, cəmi hazirin valideyni, dünyaların dəyişənləri, ata-analarımız, boynumuzda haqq olanlar və imam-ı şühəda sər süfrəyə əmir-əl-müminin hazır elə. Əssalamu aleykum və rəhmətullah və bərəkatuh.